Deməli, Şaməhli də belə qırılmışdı. Deməyə düz deyir Sultan. Qayd elə də, Xəllov qayd elə. Hələ sizə göstərəcəyim, bunların bir sözü var. Deyirlər ki, heç kim bizə gətirə bilməz dəlil ki, laf zəif də olsa deyir. Nə də deyirlər? Yezid, deyirlər, Hüseynin ölüm əmrini verib, bunu heç kim gətirə bilməz bizə. Yəni, ölümünü istəyib, ölüm. Mən sizə onu İbn Abbasın dili ilə göstərəcəm. İbn Abbasın Yezidə məktubu ilə göstərəcəm sizə. Narahat olmayın. İbn Abbas açıq aşağı deyir orada, sən ölümə bələdçi, sən eləmsən. Mürşid nə bilir, sən mən. Mürşid. Mürşidə de, cavabım var da, nədir bu? Öz kanalımda. Girib baxa bilərsiniz. Mürşid mütəvatir hədisi zəif eləyir, nəmləyir öz üçün. Bütün əhl-i-sünnə qəbul eləyib ki, Əmmarın hədisini Baqi tərəf öldürəcək. Deyir, onu zəifdir. Bütün əhl-i-sünnə mütəvatir deyiblər buna. Məntəl qalası şey. Uzaq dayanın. Mürşid cəhənnəm dəvətçisidir. Cənnətə yetmək istəyənlər mürşiddən uzaq dayanmalıdır. Bunu yadınızda saxlayın. Başlayaq. Deməli, ekranı çevirək. Bir dənə bunu söndürüm mən. Bir də səbirli olun. Mən bunu indi nətər eləyim, bu arxada yadımdan çıxıb, çoxdan da açmıram. Arxadakı yazı geçsin, bir dəqiqə. Hə, bildim. İndi ekranı çevirək. Görün sizə nə göstərirəm. Baxın, bir dəqiqə gözləyin. Geririk fiqh. Fikrimizi öyrənirik də Əhl-i-Sünnə fiqhini. Əl-Um tanınmış kitabıdır İmam Şafinin. Girdik Umma. Gəlirik burada salat bölümü, namaz. Düşürük aşağı. Namazda giriş və qılınış yerinə. Burada gəlir Əyyuzudan, yəni Əyyuzu billahi minəşşeytanirrəcimdən sonraki qirayət. Keçdik bura. Burada İmam Şafinin Əl-Umdur, salat, yəni namaz. Əyyuzudan sonraki qirayət bölümü. Gəlir aşağı. Görün, bunların heç vasitəsi oxuturmadığı nələr oxuyuram sizə. Baxın. Bizə, buradan başlayırıq, buradan. Bizə Rəbi, İmam Şafinin belə dediyini xəbər verdi. Bizə, burada, Əbdülməzid ibn Əbdüləziz ibn Züreyzdən belə nəql etdi. Mənə Abdullah ibn Osman ibn Hüseymin belə xəbər verdi. Özünə Əbu Bəkir ibn Hafiz ibn Ömərin Ənəs ibn Malikdən belə dediyini xəbər vermişdir. Başladı xəbərə. Ənəs ibn Malik, sahabə deyir. Muaviyyə, yaxşı oxuyursunuz, Muaviyyə. Mədinədə səsli oxunan bir namaz qıldı. Səsli oxunan bir namaz qıldı. Və Fatihədən öncə bəsmələ çəkdi. Fəqət Fatihədən sonra oxuduğu surə üçün, nə deyir? Bəsmələ çəkmədən, o bəsmələ çəkmədən, Bismillahirrahmanirrahim demədən oxumu itirərkən qaldırıb təkbir almadan namazını bitirdi. Salam verincə mühacirlərdən onu duyanlar, eşidənlər, yəni hər tərəfdən ona belə səsləndirilər. Ey Muaviyyə, namazdan hırsızlıq mı yaptın? Yəni namazdan bir oğurluq mu etdin? Yoxsa unuttun mu? Bu da demir, nə oğurluq etdim, nə də unuttum. Elə qılır da namazı. Bu olaydan sonra hər namaz qıldığında olan yanında, yəni Fatihədən sonraki surə üçün bəsmələ çəkdi və səcdəyə gedərsən təkbir aldı.
Zeydin təşbir aldı. Niyə düşdülər mühacir əsrlər bunun üstünə? Bu namaz qıla bilmirdi. Xəlifəlik dövrüdür bunun. 20 il vali olub, onlara namaz qıldırıb bu formada. Xəlifəliyin də artısa 13-cü il uzatdı belə təxmini. Belə namaz qılırlar. Bu arıqəsi və təhrizi də var. Müsənnəfin Abdurrazaqın müsənnəfində. Qiraət 2-4. Gəl Abdurrazaqa da baxaq. Abdurrazaqa da indi açırıq. Bir dəqiqə gözləyin. Səbirli olun. Hədis, baba hədis. Gəldi Darakutni, Hakim, Abdurrazaq. Keçdik Abdurrazaqa. Namaz kitabı. Oxumadığımız kitablar deyil bunlar. Hansı ki bu Abdurrazaqı oxumamaqda nədir? Gəlirik. Keçirik aşağı. Bir dəqiqə tapacam onu. Namaz, baba Bismillahirrahmanirrahimin okunması. Gördünüz bölümü? Keçdik bura. Bismillahirrahmanirrahimin okunması Abdurrazaqın müsənnəfi. Gəlir aşağı yenə. Onu axtarırdı əmin yeri. Axtarırıq. Gəldik, satdıq. 2618. Nə deyir? Deyir, Abdullah ibn Əbu Bəkir, İbn Əfs, İbn Ömər Sad dedi ki, Muaviyə insanlara axşam namazını bəsmələni oxumadan, burada deyir, o bəsmələni oxumadan qıldırdı. Və insanların gətirdiyi bu təkbirlərdən bəzilərini gətirmədi. Namazı bitirincə onu duyanlardan, o eşidənlərdən, muhacir və ənsardan olanlar özünə, ona yəni, Muaviyə. Ey Muaviyə, namazı oğurladınmı, yəni çaldınmı namazdan, yoxsa unuttunmu? Bəsmələ harda qaldı deyir, o bəsmələ harda qaldı? Və səzdəyə varırkən gətirmən gərəkən təkbir harda qaldı deyirlər, o nərədə? Onu bu təkbir, onu bəsmələ. Bundan sonra Muaviyə belə bir şeyi təkrar etmədi. Gördünüz? Bu, neçə ildir belə qıldırır. İndi də belə qılırlar namazlarını. Muaviyə namazında, yəni mühacir və ənsar bu namaza etiraz edir. Bunlar indi qılırlar bunu belə. Gözəl Mücahid də deyir ki, o aşağıda Mücahid də deyir ki, insanlar bəsmələni və bu təkbirləri unutdular. O unutturdu da cəmaata. Görək sonra nə var? Hələ burada bir çox şeylər var bəsmələnin haqqında. Görsən Nafi deyir ki, İbn Ömər bəsmələni buraxmazdı. Qiraətdə bəsmələ ilə başlayardı. Görürsünüz? Abdülkarim ibn Ümeyyə də deyir ki, Ubey ibn Kəb də bəsmələ ilə başlayardı. İndi keçək bircə dəqiqə sizə bir şey deyim burada. Münafiqlərin bu mövzusunu bunlar bilmir. Münafiqlərin mövzusunu deyəcəm sizə. Qoşacam bir dənə bunu danışım sonra da. Münafiqlər baba İmam Şafinin Əl-Um kitabı mürtəd bölümü. O mürtəd bölümü. Baxın indi sizə nə göstərirəm. Bax, ikincini oxuyun, o ikincini. Münafiqlər Yahudiliyə, Xristiyanlığa, Məcusiliyə və ihsar etdikləri başqa bir dinə dönmədikləri halda İslərində küfrü gizləyib. O küfrü gizləyirlər səni, görürsünüz? Küfrü gizləyib. Müsəlman göründükləri üçün qanları doxunulmazlıq qazanmışdı. Belə olduqları halda Resulullah sallallahu aleyhi ve sellem onlarla zahiri əsas olaraq müsəlmanlıq hökmlərini icra etmişdir.
Gördünüz? Onlar da müsəlmanlarla evlənə bilirdilər. Baba görürsünüz, onlar başı İmam Şafi deyir ya buna. Münafiqlər də müsəlmanlarla evlənə bilirdilər. Münafiq olduğu bilinsə hara evlənir, müsəlman evlənər onunla. Müsəlmanlara varis ola bilirdilər. İşlərində savaşa qatılanlar qənimətdən pay da alırlardı. O deyirlər, bunlar savaşa qatılıb. Yezid belə vuruşdu, Muaviyə belə vuruşdu, nə bilim. Əbu Süfyan belə vuruşdu. Münafiqlər də vuruşub da, göstərir. Müsəlmanlardan, görürsən, işlərində, münafiqlərin işlərində savaşa qatılanlar qənimətdən pay da alırdılar. Müsəlmanların məscidinə girə bilirdilər. Gördünüz? Siz münafiqlər mövzusunu başa düşməmisiniz axı. Elə bir zaman münafiqləri tanıyır, amma görürsünüz necə bizə müamilə olunur. Vuruşublar da, evləniblər də. Gərək bir dəqiqə, gərək o Sünnət Darakutni. Darakutniyə nə deyirsiniz? Əhl-i Sünnə alimi. Salat namaz bölümü. Keçək aşağı. Baxın. Ənəs ibn Malik deyir ki, Muaviyə Mədinədə namaz qılarkən qiraəti açıqdan yapdı. Ancaq nə Fatihə surəsini, nə də ondan sonraki, nə Fatihədə deyir, nə Fatihə surəsini, nə də ondan sonraki surəni oxuyarkən bəsmələni oxumadı. Bu deyir ki, Darakutni deyir ki, heç Fatihədə də oxumayıb bu adam. Ayrıca səzdəyə gedərkən də təkbir gətirmədi. Görürsünüz, Allah Akbar deməyib səzdəyə gedərkən də. Namazı bitirincə muhacir və ənsardan onu duyanlar dörd bir tərəfdən, hər tərəfdən, yəni? Deyiblər ki, ey Muaviyə, bəzi şeyləri bilərəkmi əksik yapdın, yoxsa unuttun deməyə başladılar. Bu da demir, unutmuşam, təzən səhv qılır. Yəni, bilmir də axı, təzən qılır. Demir, burada unutmuşam, nəmliyinəmişəm. Deməyə başladı. Bu olaydan sonra Muaviyə namazlarında Fatihə surəsi ilə ondan sonraki surəyi oxuyarkən bəsmələ çəkməyə, səzdəyə gedərkən də bütün təkbirləri gətirməyə başladı. Bütün ravilərə güvənilirdir. Darakutni deyir ki, bütün ravilərə güvənilirdir. Nətər oldu bu? Sizin qıldığınız namazda niyə mühacir ənsar inkar edir ki, niyə bu namazını inkar edir? Siz belə qılmırsınız namazı. Siz bəsmələ çəkirsiniz. Bu adamı səssiz də çəkmir. Ümumiyyətlə bəsmələ çəkmir. Burada demir ki, səssiz elədim, ya nəsə elədim demir. Burada da bir yer var. Görün, onu tapıram bircə dəqiqə. Görək, bu Bismillah bizə kimi unutturub? Bircə dəqiqə. Görüm, tapa biləcəm, həmin yeri unutmuşam. Yəqin o, Əbdülrəzaqdaydı bəlkə də. Bircə dəqiqə. Orada deyir ki, şeytan unutturub bunu sizə. Neçə yerdə deyir özdə. Görün, birini tapacağım, heç olmasa. Heyf, yerini unutmuşam onun. Axı Darakutni gördünüz, dedi ki, bütün ravilər güvənilirdi. Burada hədis var idi, unutmuşam sadəcə olaraq. Orada dedi ki, Bismillahı şeytan unutturdu. Şeytan unutturdu hədisi var idi. Burası yerini unutmuşam. Heyf, onu göstərərdim sizə. Sonra bunlar hədislər gətirirlər, Bismillahı səssiz oxumaq və ümumiyyətlə oxumamaq. Ümumiyyətlə oxumamaq hədislərini göstərəcəm sizə. O hədislər haqqında görək İmam Şafi nə deyir? İmam Şafi, burada bircə dəqiqə tapım həmin yeri. Burada bir yer olmalıdır. Deyir ki, elə mənada deyil o, yenə səslə olmalıdır. Tapım göstərim də, belə sizin də. Yəni, Bismillahsız namaz qəbul eləməyib mühacirlə ənsar. Oxudunuz? Bismillahsız namaz qəbul olunmuyor. Darakutnidən oxuduq, İmam Şafidən oxuduq, sonra oxuduq, Beyhəqidən də oxumalıydıq. Bizdə dəqiqə Beyhəqidə də olmalıdır.
Baba gör nədir Beyhəqi? O Beyhəqin kitabıdır, bir dəqiqə göstərim sizə. Mərifat-ı Sünan əsər. Beyhəqi görə nədir ümumiyyətlə burada? Baba 3086-ya baxın, üstündən işlər. Şafi bu məsələdə Mədinə əhalisinin icmasına dayanmaqdadır. Görürsünüz, Mədinə əhalisinin icmasına dayanmaqdadır. Peyğəmbər ən çox kimlərlə namaz qılıb? Harada namaz qılıb ən çox? Mədinədə qılıb. Mədinə bilər də. Dayanmaqdadır. Ənəs ibn Malik deyir ki, Muaviyə Mədinədə namaz qıldı və açıq aşkar oxudu. Fatihə surəsində bəsmələyi oxudu, ancaq ondan sonraki surədə oxumadı. Ruku və səcdəyə gedərkən təşbih gətirmədi və bu şəkildə namazını bitirdi. Muaviyə salam verincə buna şahid olan mühacirlər hər tərəfdən ona səslənərək, ey Muaviyə, namazdan çaldın mı yoxsa unuttun mu dedilər.